Peyğəmbər sallallahu aleyhi və səlləm hədisin davamında buyurur ki, Allah azze ve celle deyir ki, ya ibadi, innekum tuxti'une bil-leyli ven-nahar. Ey qullarım, siz gecə gündüz xəta edirsiniz. Və ana əğfiru zunube cəmi'a. Mən isə bütün günahları bağışlayanam. Fəstəğfiruni əğfir lakum. Elə isə məndən bağışlanma diləyin və sizin günahlarınızı bağışlayın. Digər hədisdə Allah Resulü aleyhissalatü vesselam buyurur ki, kullu bəni Adəm xatta və xayrul xattainə ət-tavvabun. Hər Adəm övladı, hər bir Adəm övladı xəta edən. Hətta fikir verin, insanların ən üstünü, ən şərəflisi olan Rasullar belə xətalardan məsum olmayıblar. Ona görə biz deyəndə ki, Peyğəmbərlər məsumdur. Məsum nədir? Məsum, asəmə feilindəndir, yəni qorunmuş. Nədən? Bütün xətalardan. Elə olsaydı bu ilahlıq vəsfidir. Belə olsaydı onda Quddusun mənası nədir? Biz deyəndə ki, Subhanallah, Subbuh mənası nədir? Yəni Allah bütün eyiblərdən, bütün xətalardan münezzəhdir. Bu Allah azze ve celle'nin vəsfidir. Deməli, Rasullar da daxil. Hər kəsdə eyib və xətalar var. Lakin biz deyəndə ki, Peyğəmbərlər məsumdur. Yəni Allah tərəfindən qorunublar. Yəni risaləti təbliğdə. Allahdan aldıqları vəhyi insanlara təbliğ etməkdə bu məsələdə qorunublar. Allahın hifzi altındadırlar. O vəhyə heç nə qarışa bilməz. Lakin bəşər olaraq xəta edə bilərlər. Və Quranda bunun nə qədər misalları var. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisi də onun dəlillərindəndir. Kulli bəni Adəm. Hər Adəm övladı. Məgər Peyğəmbərlər Adəm övladı deyil, Adəm övladıdır. Elə başda Adəm əleyhissalamın özü olmaqla. Hər Adəm övladı xəta edəndir və xayrul xattain ət-tavvabun. Və ən xeyirli xəta edənlər isə tövbə edənlərdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən bəzən olur ki, gün ərzində 70 dəfə, 100 dəfə Allahdan istiğfar, yəni günahlarımın bağışlanmasını diləyirəm. Hətta təsəvvür edin, adi namaz qılandan sonra Əssəlamu aleykum və rəhmətullah, Əssəlamu aleykum və rəhmətullah. Ən birinci dediyin söz istiğfardır. Halbuki namazdan ayrılmışsan. Çünki insan onun fərqindədir ki, o ibadət Allah azze ve celle'nin əmr etdiyi haqqı ilə əda edilən ibadət deyil və nə qədər naqisliklər var. Ey qullarım, siz gecə gündüz xəta edirsiniz və mən isə bağışlayanam. Məndən bağışlanma diləyin və mən sizin günahlarınızı bağışlayayım.